eylem eləyir 7 milyon. Məhz Yoğunbulaq kəndi və digər kəndlər o Sarıtalı 7 kəndə ayırdığın 7 milyonun 7'sini də lum eləyib udublar. İndi sənə veriblər, Allahıma, imanıma yandıra bilmərəm ama yeyiblər və 1 metr asfalt yoxdur orada, 1 metr. 30-40 metr başda asfalt var, 30-40 metr dayaqda. Sənə məruz ediblər ki, asfalt çəkmişik. Yoxdur asfalt adam, yoxdur. Orada yağış yağar, qar yağar, Allah göstərməsin. Orada canavar çaqqal basar adamları yer. Günü bugündə kəndlərlə, bir kənd yox, 7 kəndlə. Hələ oradan o tərəfi də bilmirəm. 7 kəndlə rayonlar arasında əlaqə yoxdur. Transport əlaqəsi yoxdur atam. Və insanlar necə yaşayacaqlar orada? Ne olacaq orada? Avtobus əlaqəsi yoxdur. Şəxsi adamlar, indi orada istə möhtəçil deyilsən, nə deyilsən de, hər tezdən 8-10 nəfər Nivya doldurur, rayona gətirir, gün ortada saat 6-da 7-də, saat 12-də də 7-də çatmadın, kənddən çıxanməzsən, 12-də də çatmazsın, kəndə gələnməzsən. Bu necə həyatdır, Əməliyə? Bu insanlara, sizə kim ixtiyar verir? Bu qədər insanları o dağların qoyunda, canavarın, çaqqalın dadında, ağzının içində belə dad qoyub, sahibsiz qoyub, Allahla ölümə tərk eləyəsiniz. Kim sizə bu ixtiyar verib? Bir zəhmət, min o maşına, yaxşı maşın sürməyi xoşluysan, çıx get bir dağlara, görəcən orada vəziyyət necədir. Sonra da gəl bircə dəfə bunları bir silsələ də ki, qardaş 7 milyonunu inibsiz. Bir soruş da, məndən soruşmurdun azalın planı. Bir dəfə də onlardan soruş, 7 milyon pul ayırmışdım, hani? Ha, o pulu sənin özünə qaytarıblarsa, onda xahiş edirəm. Oralara gedib eləmə, canları cəhənnəm. Yiyiblər, halal xoşlar olsun. Yox, əgər sənə verməyiblərsə, o pul geri qayıdıb. Sizin bilmirəm o, hariyasa oturmayıbsa, o zaman gedin onların boğazın üzün orada. Gedin, minin maşını sürün, gedin. Şuraya getmirsən 2 gündən bir, ged oraya da bir dəfə. Ne olacaq ki? Ben yolda Zarafat'ın elçine dedim. Dedim elçin burada mənə kuzu yok. Bundan sonra dəvə də kəssən buralara gəlməsi deyil. Ama o insanlar orada illərlə, görün neçə illərdir insanlar orada yaşayırlar. Və ən dəhşətlisi bilirsiniz mi nədir? Oradan bir nəfər aşağı qovlara, tovuza, nə bilim, oradan da hələ birdən gənciyə, bahçeye gələn bir cavan, bir gənc, bir uşaq belə, bir daha oralara qayıtmaz oralara. Bu parıltınız gördü ha. Oralara qayıtmaz. Və beləcə oralar da boşalacaq. Ben bu yaxında tabip oxuyacağım o vaxtı. Şəmkirin də kəndləri var. O dağların qoynunda. Bir dəfə oradan yazmışdım. Orada vətəndaşlar belə bizlə görüşdü, gələndə görüşdü elə belə. Orada dedilər ki, ya bizi ermənilere təhvil versinlər. Bilək ki, düşmənin ərazisi, biz işğaldayıq. Bizəsirik. Bunu bilək. Ya da bize sahip çıksınlar. İlham Əliyev, ya ermənilere təhvil ver oraları. Özün ki, könüllü erməni torpaq istəyində verdi aynı. Ya da onlara sahip çıx. Onlar əsir də elə yaşamır ki, vallahi əsirlər elə yaşanmaz. Mənə düşübə gedib görüb derdim ki, bax belə Boston, belə dağlar, belə qayalar, belə. Bak oradan adam istəyir də, canını istəyər də, düzdür. Vallahi oralar yaşamaq yeri deyil ki. Oralarda yaşanıla bilmez. 21. əsrin standartı o değil. Heç olmasa bunu 18. əsrin standartına gətirin. Heç olmasa. 18. əsrdə də dünyanın heç bir yerində elə bir kənd olmuyor. Işık yok, gaz yok, su yok, heç nə yok, heç nə yok. Heç nə yok, heç şey. Və dağların qoynunda heç kimdə. Ya birdən deməli aşağılarda da indi bu rayonda kəndlərdə, Bakıda bir şey baş verərsə, inanın ki biraz hava vəziyyətdə doğan bir olsa, aylarla oralar xəbər tutmaz. Orada bir şey baş verərsə, rayonda kənddə heç kimin xəbər olmayacaq. Necə bu öldü? 21. əsrdir, başına dönüm İlham Əliyev. Səhv qurban olun mən. Həm bu öldü. Vallahi belə idarə etmə olmur. Vallahi bu inkişaf deyil. Ya sen bütün küllen Azerbaycan aldadırsan o cür dünyanı. Ya da küllen sen aldadırlar. Vallahi hasıldırsa her ikisi senin ziyanınadır kardeş. Ben burada gene deyirəm. O gün dəfələrlə demişim.
Ben her yerden senin adın ucadan gelmesin. Gerçekten isteyen adamım. Bugün de isteyelim ama mümkün değil axı. Ya mümkün değil. Ben sana deyirəm, oranı Erməniyə işğala verin. Adamlar da bizi gətirdilər. Əsir də indi o əsir götürənin insafına bağlıdır. Ya bu ölkənin vətəndaşıdır bu. Bu rayona gedə bilmir. Xəstələndi, dərman almağa bunun o boyda 7 kəndin bir apteki yoxdur. Olsa belə nəfər yarar. Bir kənddən o bir kəndə neçə kilometr yoldur. Dağlarda, sıldırımda, qayada. Yağış yağdı gedənməzsən, qar yağdı gedənməzsən. Günün içisidir gedənməzsən, qışın soyuğudur gedənməzsən, payızın yağışıdır gedənməzsən. Bəs o zaman nə vaxt bu insanlar harada ki, niyə o kəndin hərəsinə normal bir yol çəkilib, oradan da yolların qıranına da biraz sonra. O boyda yolu qalxırsan, bir dənə texniki xidmət məntəqəsi yoxdur. Bir dənə, o yolda maşındır, sındı da, dəmirdir, sındı. Bu adamlar orada, aylarla orada qalasıdırmı? Yəni, necə olacaq? Ola mən bu şeyləri demək zorundayım. Valla heç kimdə belə mənə hamıdan çox lazım deyil. Eyni zamanda mən də gördüyümü deməsəm mən olamıram. Nə olsun ki? O girirsən Heydər Əliyev seyrəngahı, Heydər Əliyev parkı. Hamısı gözəl. Orada bir Sarıtala yoğun bulaq azarı dərdi də var. Adamlar. Gözəl. Heydər parkı gözəl. Heydər Əliyev seyrəngahı da gözəl. Ama Sarıtala dərdi kimin dərdidir? Yoğun bulaq azarı kimin azarıdır?